Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə ədəbiyyatda rast gələ biləcəyiniz bəzi sual tiplərini müzakirə edəcəyik. Bu videoda bədii təsvir ifadə vasitələrinin başqa adla adlandırılması, onun məsələn özünün adının yerinə tərifinin verilməsi bəzən şagirdlərdə çaşqınlıq yaradır. Bu məsələyə toxunacaq. Bir də forma və məzmun xüsusiyyətləri ilə bağlı edilən səhvləri aradan qaldırmaq üçün bəzi qeydləri sizlə bölüşəcəm. Əvvəla Dövlət İmtahan Mərkəzi bu cümlələrdən istifadə edə bilər. Belə ki, sizə təşbeh var demək yerinə deyə bilər ki, sözün təsir gücünü artırmaq üçün bir əşya başqa bir əşyaya bənzədilir. Baxın, burada əşya və əşya iki dəfə istifadə olunub. Bu bənzəyən və bənzədilən tərəfləri bildirir. Ona görə çox adam bunu metaforun deyək ki, tərifi ilə səhv salmağa meyillidir. Buna diqqət edin. İkinci təşbehi bu cürdə verə bilər. Tərpətməyək bunu. Deməli deyir, bir əşya yaxud hadisə müəyyən əlamətə görə özündən daha qüvvətli başqa bir əşya yaxud hadisəyə bənzədilir. Bu da təşbehdir. Özündən daha qüvvətli, özündən daha böyük ifadələri sizin açarınız olsun. Birinci nümunədə 2 dəfə əşya sözü işlənib, ikincidə isə qüvvətli və ya daha böyük ifadələri işlənə bilər. Xüsusən ikincini çox adam mübaliğə ilə səhv sala bilər. Az sonra mübaliğədən danışacağım. İkinci olaraq deyir, müəyyən əşyanın əlamətinin digər əşyanın üzərinə köçürülməsi hesabına fikrin təsir gücü artırılmış, oxucuda zərif hiss və duyğular yaranmışdı. Bu artıq metafordur. Birlə buradakının fərqi nədir? Baxın, burada təsir gücünü artırmaq hesabına bir əşya, yəni bir əşya birbaşa digərinə bənzədilir. Burada isə əlamət sözü bizim açarımız olacaq. Daha sonra sözün təsir gücünü artırmaq üçün ona məcazi mənalı söz əlavə olunub. Yəni bədii təyin artırılıb və ya belə də deyə bilər, sözə bədii təyinin artırılması fikrin təsir gücünü daha da artırır. Epiteti iki cür bu formada verə bilər. Daha sonra burada da açarımız nə oldu? Hər hansı əlavə sözü artırmaq və bu söz də məcazi mənada olmalıdır. Daha sonra deyir ki, bir əşya, hadisə anlayışın əvəzinə onunla bağlı olan başqa bir ad işlənərək fikrin təsir gücünü çoxaltmışdı. Bu təbii ki, ad dəyişmə metonimiya nümunəsinə aiddir. Daha sonra sözlərin qrammatik ardıcıllığının pozulması hesabına, yəni cümlə üzvlərinin sırasının pozulması, məsələn, xəbərin əvvələ gəlib mübtədanın sona keçməsi hesabına, nitqin emosionallığı, estetik təsir gücü daha da artmışdı. Bu da təbii ki, inversiyaya aiddir. İkinci, bunlar da düşə bilər. Məzmunca bir-birinə zidd iki anlayış və ya vəziyyətin qarşılaşdırılması. Bu antonimlər hesabına da ola bilər. İki məzmunca bir-birinə qarşı qoyulmuş cümlə hesabına da ola bilər. Təzada aiddir. Xüsusən bunu kinayə ilə səhv salırlar. Fikrin ifadə tərzi onun daxili mənasına qarşı qoyulur. Məsələn, son dərəcə, üzr istəyirəm, səfih bir insana sən ağıl dəryası desən, artıq fikir verin, sözün özü onun daxili mənasına əks düşür. Yəni sən son dərəcə səfih bir insana ağıl dəryasısan, vallah, bərək Allah sənin ağlına desən, burada artıq kinayədən istifadə etmiş olursan. 2. Təsir gücünü artırmaq üçün eyni sözün, ifadənin yaxud cümlənin təkrar olunmasına təkrir deyilir. Təkrar və təkrir bunlar zaten bəlli olan şeylərdir. Son olaraq da nəzərə çatdırılacaq hadisənin hiss-həyəcanın əslində olduğundan daha güclü və qabarıq təqdim edilməsi, yəni şişirdilməsi, bu artıq mübaliğədir. Bunu təşbehlə səhv salmayın. Burada hadisələr son dərəcə şişirdilir. Bunun əksi olan litotada isə hadisələr daha da əhəmiyyətsizləşdirilir və kiçildilir. Belə. İndi isə keçək forma və məzmun xüsusiyyətlərinə. Deməli, uşaqlar, forma ilə bağlı sual düşdükdə nələr yaza bilərik? Ədəbi növü mütləq yazın. Ədəbi növü yazmaq, xüsusən situasiya tapşırıqlarında daha asandır. Yəni, bir mətnin lirikmi, epikmi, dramatikmi ədəbi növdə olduğunu bilmək hamısı daha yaxşı müəyyən edilə bilir. Yəni ki, çox sadədir. Bunu yazsaz, elə bir hissəsi tamam olmuş olur. Janr məsələsinə gəlincə,
İndi sizə verilən situasiya tapşırığında konkret olaraq janrı müəyyən etmək bəzən asan olmur. Yəni bir parça verir, mətn parçası, nəşrlə yazılıb. Siz bilirsiniz ki, bu ya hekayədən, ya povestdən, ya da ki, romandan bir parçadır, amma dəqiq olaraq hansı olduğunu bilmirsiniz. Ona görə janrı həqiqətən dəqiq 100% bilmədiyiniz halda yazmağınız tövsiyə olunmur. Yəni abituriyentlərin çoxu kiçik bir mətn parçası görən kimi gedir ona yazır hekayədən bir parçadır. Yəni onun hekayə olmasını biz dəqiq bilmirik. Ona görə də tövsiyə olunan deyil. Yəni B variant xaricində digərlərini yazmaq daha az risklidir. Ona görə də tövsiyəmiz bu yöndədir. Amma bəzən bildiyiniz bir əsərlə müqayisə aparmanızı istəsək, məsələn, situasiya ilə deyək ki, Müsibət Fəxrəddin arasında bir müqayisə istəyir. Müsibət Fəxrəddinin artıq janrını da, ədəbi növündə hamısını bilirsiniz. Götürün yazın faciə janrındadır, dramatik ədəbi növdədir. Təzahür forması nəzmlədimi, nəsrlədimi bunu da müəyyən etmək çox sadədir. Bunu da mütləq müqayisə cədvəlləri düşdükdə istifadə edin, sizin üçün asan olsun. Əks etdirmə üsulu nədir? Tərənnüm varmı? Bəzən lirik nümunə verir, elə şagirdlər qabağına çıxan hər lirik nümunəyə götürüb yazırlar ki, burada tərənnüm var. Dəyərli şagirdlər, tərənnüm müsbət hisslərlə bağlıdır. Yəni siz elə bir şeir oxuyarsınız ki, məsələn, Neylərdin İlahi kimi bir şeir. Orada tərənnümdən əsər əlamət olmaz. Ona görə də sizin şeirinizdə əgər müsbət detalları yoxdursa, tərənnümün olmasını yazmaq düzgün deyil. İkinci epik növ haqqında təhkiyə və təsviri yaza bilərsiniz. Buna bəzən nəql etmə və ya nağıl etmə də deyilir, yəni təhkiyəyə. Daha sonra əyani göstərmədə bu üsulda təbii ki, dramatik ədəbi növdə olan deməli mətnlər üçün, mətn parçaları üçün əsasdır. Daha sonra bədii təsvir ifadə vasitələri də yenə forma xüsusiyyətlərinə daxil olur. Bədii təsvir vasitələri digər adıyla məcazlar və ya bədii ifadə vasitələri digər adıyla sintaktik fiqurlardır. Əgər siz E variantında qeyd olunan bu başlıqlarda əziyyət çəkirsinizsə, kanalımızda olan izahdan faydalana bilərsiniz ki, son günlər bu sizin üçün faydalı olacaq. Demək ki, mən forma ilə bağlı sual düşdükdə A-dan E-yə bunlara baxmalıyam. Əlavəsi olan varsa şərhlərdə yaza bilər. Bu həm situasiyada, həm də ki, qapalı tipli suallarda düşə bilən sual tipidir. Yəni, bəzi suallarda sizdən sırf bir əsərin forma xüsusiyyəti, bəzilərində isə məzmun xüsusiyyəti istənilə bilər. Bəs yaxşı, məzmuna nələr daxildir? Gəlin, baxaq. Və nəhayət məzmunla bağlı sual düşdükdə mövzuya birinci diqqət etmək lazımdır. Bu ola bilər vətənə məhəbbət və ya sadəcə vətən, sadəcə məhəbbət, təbiət və s. Bir də unutmayın ki, mövzular özü də iki yerə bölünür. Biri var əsas mövzu, biri də var yardımcı və ya köməkçi mövzu. Köməkçi mövzu əsas mövzunun yanında biraz kölgədə qalır, aparıcı deyil. İdeya nədir? İdeya məsələləri də, məsələn, siz bir əsəri oxuduqda deyirsiniz ki, ən axırda bu əsəri yazmaqda müəllifin niyyəti nə olub? Yəni, bu əsərdə müəllif hansı niyyəti güdüb? Bu suala verdiyiniz cavab ideyanın müəyyənləşməsinə kömək edir. Mövzu gördüyünüz, ideya isə nəticə çıxardığınız şey əsasındadır. Bir də çox deyilməsə də problem və ya problemin həlli kimi məsələlər də məzmuna əsasən tapıldığından burada müzakirə oluna bilər. Hadisələrin gedişatı da bilirsiniz, xülasə məsələsindən sizə tanışdır bu. Xülasə məsələsini bilirsiniz. Məsələn, deyirsən ki, şagirdə gəl filan əsər haqqında, məsələn, Dəli Kürdən danış və başlayır başdan ayağa onu sizə danışmağa, hadisələrin gedişatından bəhs etməyə. Bu da yenə də şagirdin məzmun əsasında öyrəndiklərindən ibarətdir. Vəssalam. Son olaraq bunu formada qeyd etməyi unutmuşdum. Süjet və kompozisiyaya da nəzər yetirsəz, o da yenə forma xüsusiyyətlərinin daxilindədir. Bununla bağlı mən ayrıca bir video hazırlayacağım və süjetə daxil olan mərhələlər ekspozisiyasından finalına qədər kompozisiyaya daxil olan elementlər hər biri bu videonun tərkibində izah olunacaq. Biz sadəcə olaraq dəyərli şagirdlər burada məqsəd güdürük ki, siz xüsusən situasiya suallarında və bəzi qapalı sualları yazarkən forma və məzmun deyəndə nəyi götürməli olduğunuzu biləsiniz. Məsələn, sizə bir əsərin deməli
forma xüsusiyyətləri ilə bağlı sual düşər. Məsələn, deyə bilər ki, dəri kürün forma xüsusiyyətləri ilə bağlı doğru fikirləri verin. 6 dənə də fikir olar. Bunlardan 3-ü məzmuna aid olar, düz olar. 3-ü isə ümumiyyətlə formaya aid olar, düz olar. Belə olan halda şagird sualın şərtinə diqqət eləmədən bütün düzləri götürməyə meyl edir. Lakin bu yanlışdır. Sizdən forma xüsusiyyətini istədikdə yalnız forma ilə bağlı sadaladıqlarınızı götürə bilərsiniz. Məzmunla bağlı düz istədikdə isə yalnız məzmunla bağlı olan düz fikirləri götürə bilərsiniz. Bunun xaricində doğru cavab olaraq götürdüyünüz digər variantlar səhv ola bilər. Bunu mütləq yadda saxlamaq lazım.